Deməli, ikinci mövzu. Yol hərəkətində iştirak eləyən hər şəxsin sərbəst hərəkət eləmək, məlumat almaq hüququ var. Afət xanım, səsinizi açın zəhmət olmasa. Aşağıda soldan ikinci. Orada mikrofon şəkli var, üstünə basın. Açıldı. Açıldı. Necəsiz? Sağ olun. Siz necəsiz? Çox Biraz sağ olun. mən pasif tələbənizəm sizin. Siz neçə yaşınız Üzüm var? ben. Mənim neçə yaş verirsiniz? 15. 56 yaşım var. 70-ci ildənəm. Maşallah, maşallah. Hə, Yatıb təzə ayılmışam. yaxşı eləmisiniz, əcəb eləmisiniz. İndi siz göstərin ki, bizim bu tələbələrə necə oxumaq lazımdır. Göstərəcəm. Biraz bağışlayın. Anam yataq xəstəsidir. Başım qarışıqdır. Biraz nəsə evdə problem var idi. Biraz tənbəlləşmişəm, ancaq çalışacağım, çatım. Allah Elə bugün ömür biraz versin. göstərmişəm. Sağ olun. Çox sağ olun. Mənə çox xoş olur, sizin kimi 50-dən çox yaşı olan xanımların bizim dərsə qoşulmağı. Həm sizin həyat eşqiniz, əzminiz, iradəniz bizə ləzzət eləyir, motivasiya verir. Həm də belə oturursunuz orada, yəni bu tənbəl tələbələrə baxanda, bu 18-20 yaşlı qızlara baxanda, sizin orada belə ciddi oxumağınız mənə həqiqətən də stimul verir. Nə yaxşı ki, bizi Çox seçib sağ olun. qoşulmusunuz. Çox sağ olun. Sağ olun. Mən də sizi tanıdığıma görə çox şadam. Sözün açığı çoxdan istəyirdim. Nəsə alınmadı. Bu qapımızda maşın var. Yoldaşım kəndə getmişdi. Baş ağrı da verirəm sizə. Xoş. Evə yük daşı mamamın yanına, öz evimə. Deyirəm, ay Allah, maşınlar həyətdə mən sürə bilmirəm. Ona görə özümə söz verdim ki, yox, mütləq. Nə gözəl, nə gözəl. Ona buna yalvarmaqdansa özüm hərəkət eləyim də. Bax belə. Nə Ona gözəl. görə. Çox xoş oldu. Çox sevindim. Gözəl gününüz olsun. Çox sağ olun. İndi biz sizə öyrətmək üçün əlimizdən gələni eləyəcəyik ki, qısa müddətdə vəsiqə alasınız. Sağ olun, çox sağ olun. Fatmaya təşəkkür edirəm tələbənizə. Kimə? Fatma xanıma. Hicablı var ya, Fatma xanım Sumqayıtdan. Onun sayəsində qoşulmusunuz? Hə də o məsləhət gördü mənə. Hə, mənə yazmışdı. Hə, bildim. Hə, siz o Afət xanımsınız. Hə, xatırladım. Lap yaxşı, çox xoş oldu. Yaxşı gününüz olsun, sağ Kameranızı açın, olun. hər dəfə sizi görüm yaxşı. Baş üstə. İlk dərsinizdir, yoxsa necə? Yox, ilk dərsim deyil. Bir dərs gecikmişdim. Elə bir ikinci dərsimdir bu. Yəni birinci dərsi öyrənmisiniz? Öyrənirəm, çalışıram, mən öyrənirəm. Belə test eləmişəm, öyrənirəm. Lap yaxşı. Hə, indi qulaq asın, ikinci dərsi mən izah eləyəcəm. İkinci dərsi yerində öyrənəcəksiniz. Yaxşı, çalışın, diqqətli olun. Hər kəsə aiddir, diqqətli olun, bütün fikrini